Sizcə valideynləriniz sizdən daha yaxşı həyat yoldaşı seçərdi, yoxsa sizin seçimi daha yaxşı olardı? İlk öncə öz seçimimi üstün tutardım həmişə. Çünki ailələrdə əslində öz ailəmdən danışsam, mənim ailəm həmişə təhsili daha çox birinci ilk şəkildə qabağa qoyur ki, təhsil sonra evlənmək. Həmişə mamam mənə deyir ki, yəni evlənmək həmişə var, adam tapmaq həmişə var da. Yəni ər deyir ki, həmişə var. Amma mən düşünürəm ki, ilk başda əgər öz seçimimi mən öncəliyimə qoyardım. Amma düşünərdim, əgər ailəm məsəl üçün fikirləşərdim ki, mən ailəmlə bunun insanı tanış eləyirəm və ailəm bunu istəmirsə, deməli nəsə bildiyi bir şey var. Yəni mən bunu düşünərdim. Çünki ailələr və analar deyim, analar həmişə hissləri daha güclü olur və həmişə də haqlı olurlar. Yəni çox vaxt haqlı çıxırlar. Ona görə ailəmin fikrində önəmsəyərdim. Yəni daha çox. Siz kimisə hansısa bir oğlanı sevsəydiniz, amma valideynlərimiz desəydi ki, yoxdur, yəni onu istəmirik ki, o sənin həyat yoldaşı olsa, onda nə edərdiniz? İstəməzdim mən də. Yəni yox deyərdim. Çünki nə qədər sevsəm də ailəm istəmirsə mən deyərdim ki, bir bildiyi var yəni. Çünki ailəmin fikirlərinə önəm verirəm. Yəni onların necə deyim, düşüncələri mənim üçün önəmlidir həqiqətən. Siz köhnə adətlərə necə baxırsınız? Məsələn, ailə sizə hansısa bir həyat yoldaşı seçir, siz də onunla elə biraz tanış olub, sonra elçilik falan olmasına necə baxırsınız? Məncə köhnə adətlər əvvəl, yəni köhnədə qalsa daha yaxşıdır. Elə olanda, yəni indiki dövrə məncə çox da uyğun deyil də elə eləmələri. Düzdür, elə eləyən ailələr də çoxdur, hətta indi də var da, yəni həqiqətən görürəm. Amma mənim ailəm elə eləməz və mən də istəmərəm. Ona həqiqətən narazılığımı bildirərəm və deyərəm ki, mənim fikrimə yəni hörmətlə yanaşın. Çünki hansı bir insan, yəni indiki dövrdə lap 10 illik tanıdığı belə bir insandan pis şeylər görə bilər də. Qaldı ki, 10 gün və yaxud bir ay tanıdığı insandan evlənsin. Yəni onunla çünki bir həyat yaşayacaq da. Məncə insan özündə düşünməlidir ilk başda. Sizcə indiki həyatda, yəni indiki Bakıda köhnə adətlərlə yaşamaq mümkündür, yoxsa yox? Kommentlərdə yaza bilərsiniz.